Bir daha axşamınız xeyir olsun müəllimlər. Xoş gördük sizləri bu gün. Müqəddəs gündə çərşənbəmizdir. Su çərşənbəmiz münasibətilə hər birinizi təbrik edirəm. İlk növbədə özümü təqdim etmək istəyirəm. Mən Fidan Dünya Mazadə, Azlam Akademiya tərkibində həm MİQ imtahanına, həm də sertifikasiya imtahanına hazırlaşan tərbiyəçi müəllimlər üçün ödənişsiz təlimlər keçirəm. Hal-hazırda da bu gün ödənişsiz təlimlərimizdən birindəyik. Bugünkü mövzumuz olacaq müəllimlər. Bir çox müəllimin, istər MİQ imtahanı olsun, istər sertifikasiya imtahanı olsun, çətinlik çəkdiyi ən təməl dərslərindən biri olan məktəbəqədər təhsildə inkişaf sahələri və məzmun standartları mövzusu olacaq. Ondan əlavə dərsə keçməmişdən əvvəl kiminsə sertifikasiya imtahanı ilə bağlı və yaxud MİQ imtahanı ilə bağlı sualı varsa, buyurub ünvanlaya bilər. Müəllimə, bu il MİQ imtahanı olacaq yenidən yoxsa yox? Güman ki, olacaq əlbəttə ki. MİQ imtahanı hər il baş verən bir prosesdir. Yəqin ki, bu il də ilin axırına qədər MİQ imtahanı olacaq. 2025-ci ildə yox, 2024-də olmamışdı. Ona görə deyirəm ki, görəsən bu ildə olmayacaq. Bu vakansiya sayı ilə bağlı olan bir, belə deyək, məsələdir müəllimə, Gülxar müəllimə. Yəni vakansiya sayı kifayət qədər olsa, 200 PLUS-u keçsə vakansiya, əlbəttə ki, MİQ imtahanı olacaq. Oldu müəllimə, çox sağ olun, təşəkkür edirəm. Başqa kimin nəsə sualı varsa, 3 dəqiqə vaxtımız qalıb. 20:10-da dərs başlayacaq. Salam müəllimə, axşamınız xeyir. Xeyir, Bəs istifadət müəllim. sertifikasiya haqqında məlumatınız var? Necə? Sertifikasiyanın nə vaxt olacağı haqqında məlumatınız Sertifikasiya var? barədə hələ ki, belə deyək, dəqiq bir məlumat yoxdur, amma sonuncu brifinqi hər biriniz yəqin ki, bilirsiniz ki, dedilər ki, 2026-cı ilin ilk 6 ayında mən təsəvvür edirəm ki, olacaq. Yəni 2026-cı ildə sertifikasiya imtahanı mütləq formada baş tutacaq və bunu nəyə görə deyirəm ki, ilk 6 ayında ola bilər? Çünki keçən ilin, yəni 2025-ci ilin ilk aylarından bəri dəm vururlar ki, sertifikasiya imtahanı olacaq, sertifikasiya imtahanı olacaq məktəbəqədərlər üçün. Ona görə də çox da uzatmayacaqlarını düşünüb 2026-cı ilin ilk 6 ayına qədər təsəvvür edirəm ki, ola bilər. Amma ola da bilsin, sonuna qədər də ola bilsin ki, ətraf ümumiyyətlə ümumi olaraq imtahanlar noyabr ayına qədər olur. Yəqin ki, noyabr ayına qədər, yəni ən uzaq ehtimalla sertifikasiya imtahanı olsun. Olmamaq ehtimalı yoxdur. Mütləq formada sertifikasiya imtahanı olacaq. Yaxşı, çox sağ olun müəllimə. Sağ olun. Belə deyək, yəqin ki, bilmirəm gördünüz, görmədiniz, qruplarda paylaşmışdım mən. Belə deyim də, bildiyiniz kimi sertifikasiya imtahanında MİQ-dən savayı səhv düzü aparmır. MİQ imtahanında səhv düzü aparır. Amma ehtimal olsun ki, səsləndirirlər ki, səhv düzü aparsın. Dəqiq bir məlumat deyil, yenə də deyirəm, təkrar olaraq demək istəyirəm ki, dəqiq bir məlumat deyil. İndiyə qədər deyirdilər ki, sertifikasiya imtahanında səhv düzü aparmır. Amma yenə də indi də demək lazımdır ki, bu gün çıxan xəbərlərdə Az-Edu saytının buraxdığı xəbərə istinadən deyə bilərəm ki, belə bir şayələr, belə bir söyləmlər gəzir ki, səhv düzü aparsın. Bu da ki, əlbəttə ki, çox pis bir, belə deyək, müəllimlər üçün, hazırlaşan müəllimlər üçün Müəllimə, bir haldır. müəllimə, o yəqin ki, o nə vaxt ola bilər, o səhv düzü aparmaq. Hələ biz sertifikasiya imtahanından keçməmişik. Yəqin ki, biz keçəndən sonra ikinci o 5 ildən sonraki nə vaxtsa verərik. Onda Belə ola bir bilər, qanun elə bir çıxsa ehtimal. müəllimə, O, belə bir birinci ilimizdən heç cürə heç elə bir şey ola bilməz, o mümkün deyil. Çünki ibtidai müəllimlər də verdi, ibtidailərdən başqa fənn müəllimləri də verdi. Heç biri, yəni elə bir şey olmadı da. Bizdə nətər ola bilər ki o? Yəni bizdə belə görünə deyil bilər elə müəllimə. şey. Düzdür, düz deyirsiniz. Yəni hələ ki səsləndirən insanlar da deyir ki, hələ bizim adımız hallanmır, yəni məktəbəqədərin adı hallanmır. Amma belə deyim də, əgər qüvvəyə minsə, o birinci ilə də baxmayacaq, beşinci ilə də baxmayacaq. Onu deyim, onu nəzərdə çatdırım. Ürək Yox, istəyir ki, heç olmasın. o çox lap haqsızlıq olar ki, yəni siz Əlbəttə ki, çox verməlisiniz. haqsızlıq olar. Ürək istəyir Yəni heç bir ona heç formada olmasın. Çünki cavan müəllimlərdən savayı düzdür eksperimentin düşüncəsidir. Yəni yenə də deyirəm, əgər bu səslənirsə, deməli bu dillənilmiş bir şeydir. ola İnşallah bilər, ki, yəqin ki, olmaz. olar ki, o bu indiki o 2027-də verən fənn müəllimləri bir də ibtidai müəllimlər üçün olar. Hələ o da heç dəqiq deyil. Yəni olsa da bizdə ikinci turdan, yəni müəllimlərimizin əksəriyyəti elə şey eşidəndə də qorxurlar. Hı. İçi mənim işlədiyim müəllimlər də eşidən kimi qorxurlar. Yəni heç mən ona inanmıram. Elə bir şey İnşallah ki, ikinci olmaz. turda. Deməli, Amin vaxtımız inşallah. tamamdır.
Təşəkkür edirəm. Yəni yenə də deyirəm, dərslə bağlı da ola bilsin, dərsdən kənar da ola bilsin, imtahanlarla da bağlı ola bilsin. Nömrəmi qeyd edəcəm indi hal-hazırda yorum yerinə. Bircə saniyə qeyd edim nömrəmi. Kimin nəsə bağlı bir problemi olsa, istədiyi vaxt, yazıb soruşa bilər. Nömrəm açıqdır, hər zaman, suallarınızı ünvanlaya bilərsiniz. Bu belə. İkinci olaraq da indi dərsimizi keçəcəyik. Sizdən xahişim səslərinizi bağlamağınızdır ki, dərsimiz yarıda bölünməsin, maneçilik olmasın. Bir də onu demək istəyirəm ki, dərsin sonunda yenə də deyirəm, sual-cavabımız, edəcəyik. Dərslə bağlı mən sizə suallar ünvanlayacağam. Suallara səsinizi açaraq suallara cavab verə bilərsiniz. Deməli belə, ekranımızı paylaşaq, dərsimizə başlayaq. Aha. Yəqin ki, ekranımı görürsüz. Səsim də gəlir müəllimlər? Bəli, müəllimə. Lap yaxşı. Deməli, bugünkü keçəcəyimiz mövzunu siz özünüz qrupda seçmisiniz ki, məzmun standartı. Ümumi olaraq standartlar dediniz ki, mən standartlarda bir çox Necə? Xahiş edirəm müəllimlər, səslərimizi bağlayaq, sonda sualınızı ünvanlayarsınız, əgər bir sualınız olarsa. Bəli, nə deyirdik? Yəni qrupun özündə, belə deyək, səs çoxluğu ilə, yəni 30 dənə müəllimdən çox, standart mövzusunu seçmişdi. Digər mövzusu o idi ki, səmtləşmə anlayışı idi. İnşallah səmtləşmə anlayışını da bir gün keçərik. Standart anlayışını keçməmişdən əvvəl mən onu demək istərdim ki, yəni yalnız məzmun standartlarını keçə bilməliyik. Məzmun standartlarını əgər keçiriksə, biz bilavasitə bilməliyik inkişaf sahələrini. Lap ondan da savayı məktəbəqədər təhsil anlayışının nə demək olduğunu biz birinci olaraq bilməliyik. Bircə saniyə. Məktəbəqədər təhsil nədir? Dediyimiz kimi bu suala birinci olaraq biz, cavab tapmalıyıq. Məktəbəqədər təhsil 1 yaşından 6 yaşadək uşaqların inkişafını dəstəkləyən, onların məktəbə hazırlığını təmin edən ilk təhsil pilləsinə deyilir, bildiyiniz kimi. Niyə vacibdir? Belə bir sual da indi sizə ünvanlaya bilərik və yaxud siz ünvanlaya bilərsiniz ki, bəs nəyə görə məktəbəqədər təhsil vacibdir? İndi qısa xülasə bunlardan danışmaq istəyirəm ki, əsas təməl olaraq bunları vurğulayıb standart anlayışına keçək, məzmun standartları anlayışına keçək. Niyə vacibdir? Onu deyə bilərik ki, beyin inkişafının 90%-i ilk 5 ildə baş verir. Uşaqların şəxsiyyətinin formalaşdığı dövrdür. Əsas emosional və sosial bacarıqlar məhz elə bu mərhələdə həyatın ilk 5 ilində formalaşır. Məktəbəqədər dövrdə əldə edilən bacarıqlar məktəb uğurunun göstəricisi hesab olunur. Ətraf mühit və valideyn müəllim münasibəti uşaq inkişafına müsbət və ya mənfi təsir edə bilər. Azərbaycanda məktəbəqədər təhsil və təhsil proqramı, yəni təhsil kurikulumu nəyə deyilir? Ümumi olaraq bundan da məlumat verək. Məktəbəqədər təhsil Azərbaycan Respublikasında bildiyiniz kimi fasiləsiz təhsil sisteminin ilk pilləsi kimi fərdin, cəmiyyətin və dövlətin maraqlarını nəzərə alınmaqla davamlı inkişaf etdirən bir prioritet fəaliyyət sahəsidir. Azərbaycanda məktəbəqədər təhsil müxtəlif modellər ki, bildiyiniz kimi bağçadır, icma qrupudur, erkən öyrənmə, ailə tipli qruplar bunlarla təşkil olunmaqla təşkil olunur. Azərbaycanda məktəbəqədər təhsil 1-6 yaşlı uşaqların fiziki, idrak, sosial, emosional və nitq inkişafını təmin etmək, onların məktəbə hazırlanmasını dəstəkləmək məqsədi daşıyır. Təhsil Nazirliyinin təsdiqlədiyi 2022-ci ildə təhsillədiyi məktəbəqədər təhsil proqramı bu yaş dövrü üçün sistemli yanaşmanı təmin edir. Qısa olaraq bunlardan mən bəhs etmək istədim. İstər bunu götürə bilərsiniz bu formada. İndi bizə lazım olan əsas məsələyə keçid edirik. İnkişaf sahələri və məzmun standartları. Yadınızda saxlayın ki, müəllimlər, əvvəl məzmun xətti dediyimiz bir anlayış var ki, məzmun xətti əsas standart və alt standart olmaqla bu şəkildə gedirdi, işləyirdi. Amma yeni belə deyək, növbələşən, yeni puxtələşən sistemdə məzmun xətti anlayışını elə bilavasitə olaraq inkişaf sahələri olaraq da adlandırırlar. Yəni burada inkişaf sahələri varsa, məzmun xətti dediyimiz anlayışda biz bura qoşa bilərik. Birinci növbədə onu demək istəyirəm ki, məzmun xətti nədir? Onu bilmək lazımdır ki, məzmun standartlarından əvvəl məzmun nədir, məzmun xətti nədir? Bu anlayışı bilmək lazımdır. Məktəbəqədər təhsilin məzmunu, məktəbəqədər təhsil prosesində uşaqlara öyrədilməsi nəzərdə tutulan bilik, bacarıq, vərdiş və dəyərlərin ümumiliyidir. Başqa sözlə, bu təlimin nəsi, yəni uşaqların nə öyrənəcəyini əhatə edən informasiyadır.
Bir sözlə də desək, məzmun bizə öyrədir ki, biz uşağa nəyi, necə öyrədəcəyik. Aha, yox, uza çox getdik. Aha. Ətrafda olan hər bir informasiyanı da biz uşağa öyrədə bilmərik. Burada da məktəbəqədər metodikamızda 9 didaktik prinsipimiz qarşımıza çıxır. Hansı ki, didaktik prinsiplərimizi yəqin ki, bilirsiniz. 9 dənə didaktik prinsipimiz var. Şəxsiyyət yönümlülük, nəticə yönümlülük, tələb yönümlülük, inkişaf yönümlülük, uşaq yönümlülük, inteqrativlik, dünyəvilik, Azərbaycançılıq, varislik. Bu 9 dənə didaktik prinsip bizdə ətrafda olan hər bir informasiyanı uşağa öyrətməyimizdə bir sıra kömək edir. Yəni əsas olan, lazım olan 0-6 yaş arası, üzr istəyirəm, 1-6 yaş arası uşaqlara nələr lazımdır, hansı informasiyaları onlara ötürməliyik, məhz bizə didaktik prinsiplərimiz kömək göstərir. Məktəbəqədər təhsilin məzmununu müəyyənləşdirən didaktik prinsiplər dediyimiz kimi nəticə yönümlü idi ki, təhsilin məzmununu əvvəlcədən müəyyən olunmuş nəticələr əsasında müəyyən edilməsi idi. İnkişaf yönümlülük idi ki, uşaqların idrak fəallığının, təhsil nailiyyətlərinin davamlı təhlili və qiymətləndirilməsi yolu ilə onların bilik, bacarıq və vərdişlərinin inkişafının təmin olunması idi. İnteqrativlik idi ki, təlimin məzmun komponentlərinin əlaqələndirilməsi idi. Sonra uşaq yönümlülüyü var idi ki, uşaq yönümlü təlim, tərbiyə prosesinin bilavasitə uşaqların meyl və marağına yönəlmiş olması idi. Sonra gəlirdi şəxsiyyət yönümlülük, uşağın zəruri həyati bacarıqlarının və dəyərlərinin formalaşdırılması idi. Sonra gəlirdi tələb yönümlülük, ümumi inkişafla bağlı təhsil proqramının məzmunun, fərdin, cəmiyyətin və dövlətin dəyişən tələblərinin nəzərə alınması idi və sairə digər didaktik prinsiplərimiz var idi. Var idi inteqrativlik, var idi Azərbaycançılıq, var idi dünyəvilik. Bu prinsiplərdə inkişaf sahələrinə əsaslanırdı. Yadınızda saxlayın. Bu didaktik 9 dənə didaktik prinsipimiz bizim bilavasitə inkişaf sahələrimizə əsaslanır. İnkişaf sahələri digər adı yenə də deyirəm, məzmun xəttidir. Bildiyimiz kimi bizim 4 inkişaf sahəmiz var. Eyni qaydada bizim 4 məzmun xəttimiz var. Fiziki, idraki, sosial-emosional, estetik və yaradıcı. Bu uşaqları formalaşdıran zaman bu 4 inkişaf sahəsini inkişaf etdirmiş oluruq. Məzmun standartlarına keçid edəcək və demək istəyirəm ki, müəllimlər, yadınızda qalsın ki, hər birindən biraz danışacağıq. Məzmun standartları özü də inkişaf sahələrinə bağlıdır. Biz bilirik ki, məktəbəqədər təhsil kurikulunun 4 inkişaf sahəsi var. Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik, idraki inkişaf, estetik və yaradıcı inkişaf, sosial, emosional inkişaf. Birinci fiziki inkişaf, sağlamlıq və təhlükəsizlikdən danışmalıyıq. Və buna aid olan hansı açar sözlərimiz var? Bunu bilməliyik. Yadınızda saxlayın. Əgər standartları yaxşı formada başa düşmək istəyirsinizsə, mütləq formada inkişaf sahələridir. Nə demək istəyir? Açar sözləri nədir? Necə bir formada başa düşmək lazımdır? Testlərdə qarşımıza hansı sözlərlə çıxa bilər? Onları bilməliyik. Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlikdən bəhs ediriksə, ağlımıza ilk olaraq motor bacarıqlar, böyük motor bacarıqlar, kiçik motor bacarıqlar, sensor motor bacarıqlar gələ bilər, bədən duruşu və hərəkət mədəniyyəti, gigiyena və sağlam həyat tərzi vərdişləri, təhlükəsizlik, çətin təhlükəli vəziyyətlərdə düzgün hərəkət etmə bacarıqları, bunlar gəlməlidir. Böyük motor bacarığı deyəndə qaçmaq, hoppanmaq, dırmaşmaq, yerimək, tarazlığı saxlamaqdır. Kiçik motor bacarıqlar deyəndə şəkil çəkmək, düymə ilə bağlamaq, tikmək, plastilindən fiqurlar qurmaq kimi əllə edə biləcək incə hərəkətlər nəzərdə tutulur. Bədən duruşu və hərəkət mədəniyyəti deyəndə düzgün duruş, düzgün nəfəs alma, özünü idarə etmə, koordinasiya, çeviklik, gigiyena və sağlam həyat tərzi vərdişləri dediyimiz zaman isə şəxsi təmizliyimizdən, sırf belə deyək, özünə qulluqdan söhbət gedir. Şəxsi təmizlik, düzgün qidalanma, fiziki aktivlik vərdişləri bundan söhbət gedir. Təhlükəsizlik deyəndə də çətin və təhlükəli vəziyyətlərdə düzgün hərəkət etmə bacarığından bəhs edir və buna əlavə edə bilərik. Məsəl üçün, yol nəqliyyat nişanlarını bilmək, qarşıdan qarşıya keçən zaman hansı hərəkətləri etmək lazımdır və s. və ilaxır bunları bilməkdən söhbət gedir. Məsəl üçün, masa arxasında düzgün davranış qaydası, bıçaqdan, çəngəldən istifadə etmək qaydası, salfetkadan düzgün istifadə etmək qaydası, bunları biz nəzərə ala bilərik. Sonra gəlir ikinci olaraq bizim ikinci inkişaf sahəmiz, ikinci məzmun xəttimiz idraki inkişaf məzmun xəttimizdən bəhs edəcəyik. Mən məzmun xətti deyə deyə bilərəm, mən inkişaf sahəsi də deyə bilərəm. Bilin ki, birinci rəqəmlə ifadə olunan anlayışdan söhbət gedir burada. İndi birazdan rəqəm anlayışına keçid edəcəyik. Rəqəmləri bir-bir ekranda da görəcəksiniz. Narahat olmayın.
Qavrama və müşahidəni biz götürə bilərik. Qavrama və müşahidə deyəndə ətrafı dərk etmək, fərqləri və oxşarlıqları müəyyənləşdirməkdən söhbət gedir. Yaddaş, psixomotor bacarıqlarınızdan yaddaşımızı biz bura gətirə bilərik. Məlumatları yadda saxlamaq və ardıcılla xatırlamaq bəhs olunur. Düşünmə və məntiq, səbəb-nəticə əlaqəsi qurmaq, müqayisə və ümumiləşdirmə bacarıqları aparmaq, sintez, analiz, abstrakt düşünmə, bunların hər birini biz bura əlavə edə bilərik. Problem həll etmə bacarığıdır ki, çətin vəziyyətlərə uyğun həll yolları tapmaq, alternativ qərarlar vermək, təsnifat və qruplaşdırmalar aparmaq, əşyaları rənginə görə, formasına, ölçüsünə görə qruplaşdırmaq, riyazi və simvolik düşüncə, sayma, ardıcıllıq yaratmaq, əşyaları simvolik şəkildə istifadə etmək. Məsəl üçün deyə bilərik ki, buna uyğun olaraq riyazi hesablamalar aparmaqdır, bədii təfəkkür məşğələsində nağılı müzakirə etməkdir, ümumiləşdirmələrdir, oyuncaqları qruplaşdırmalardır və s. Biz bunu idraki inkişaf məzmun xəttimizin açar sözləri mahiyyətində götürə bilərik. İdraki inkişafa məsəl üçün deduksiya, induksiya anlayışını da biz bura əlavə edə bilərik. Deduksiya nə idi? Ümumidən xüsusiyə idi, induksiya da xüsusidən ümumiyə idi bu formada. Sonra gəlir estetik və yaradıcı inkişaf sahəsi. Estetik və yaradıcı inkişaf deyəndə yaradıcı təfəkkürdən söhbət gedir burada. Təsəvvür və fantaziya, uşaq real olmayan vəziyyətləri düşünə və öz fantaziyasına əsaslanan oyunlar qura bilir. Orijinal düşünmə. Orijinal düşünmə deyəndə müəllimlər, orijinal düşüncə deyəndə bir stereotip cavablardan kənara çıxaraq fərqli yollarla düşünə bilməsinə deyilir. Bunu da belə deyək də, uşağın özünə xas bir düşüncəsi, özünə xas bir fantaziya qurmasından söhbət gedir burada. Problemlərə fərqli yanaşma, gündəlik situasiyalardan qeyri-adi, lakin effektiv həll yolları açmaq, problemi ən sadə yollarla, belə deyək, həll yolunu tapmaqdan söhbət gedir. Fərqli yanaşma, kreativlikdən söhbət gedir burada. Sənət və vasitələrlə özünü ifadə, rəsm, musiqi, teatr və oyunlardakı duyğularını və düşüncələrini əks etdirir. Bura biz əlavə edə bilərik musiqi alətlərindən ifadə etmək, rəqs etmək, bunların hər birini estetik və yaradıcı inkişaf sahəsinə aid edə bilərik. Estetik zövqün formalaşması, gözəlliyi dərk etmə və ona qarşı maraq göstərməsindən söhbət gedir. Aha. Davam edək. Uşaq bir çox şeyi kəşf etmə prosesi ilə öyrənir, yadınızda saxlayın. Bunun səsləri bağlayaq. Müəllimlər. Aha. Yəni belə deyə bilərik ki, sırf biz uşaqlara qarşısına qadağalarla çıxmamalıyıq. Düzdür, səhv də edə bilərlər, düz də edə bilərlər. Biz çalışmalıyıq ki, onlar səhv edə-edə nəyisə yarada bilsinlər. Məsəl üçün, buna bir misal verə bilərəm ki, mən uşaqlar rəsm fəaliyyətində üzr istəyirəm. Uşaqlar rəsm fəaliyyətində bir neçə rəngi qarışdırmaqlarına imkan verib, onların yeni bir rəng yaratmaları, özlərindən imkan vermək lazımdır. Bu, onlarda yaradıcı inkişafın formalaşmasına xidmət edir, elə deyilmi? Əgər biz onların qarşısına sədd çəksək, onların qarşısına, belə deyək, qarşısında dayansaq, əlbəttə ki, yaradıcı təfəkkürlərinin, yaradıcı düşüncələrinin qarşısında durmuş olarıq. Sonra gəlir sosial-emosional inkişaf sahəsi. Sosial-emosional inkişaf sahəsi 4-cü rəqəmimizlə 4-cü inkişaf sahəmiz olmaqla bilinir. Sosial-emosional inkişaf deyəndə ki, biz bilirik ki, insan sosial bir varlıqdır, elə deyil? O, cəmiyyət içində formalaşır və böyüyür. Beşikdən kiminsə köməyi olmadan inkişaf etmələri qeyri-mümkündür. Yəni, biz anadan olduğumuz andan kimdənsə asılı olaraq böyürük. Bu da elə bir sosiallıq nümunəsi olduğumuzun göstəricisidir. Özünü tanıma və hörmət, duyğuların tənzimlənməsi, empatiya, sosial bacarıqlar, məsuliyyət və qərar vermə. Bəs özünü tanıma və hörmət deyəndə nə deyirik? Yəni, uşaq öz duyğularını tanımağı və ifadə etməyi öyrənir, öz güclü və zəif tərəflərini dərk edir. İstər belə deyək, ünsiyyət vasitəsilə olsun, istər sosiallıq vasitəsilə olsun, bunu bacara bilir. Duyğuların tənzimlənməsi deyəndə isə uşaq duyğularını necə idarə etməyi öyrənir, sakitləşmə yollarını və stresi idarə etmə bacarıqlarını inkişaf etdirir. Empatiya deyəndə qarşımızdakı insanın yerini, hisslərini anlamağımızdır, yerinə özümüzü qoymağımızdan söhbət gedir. Uşaqlar başqalarının hisslərini anlamağa və bu hisslərə hörmət etməyə başlayır. Empatiya sosiallıq üçün əsas bir amildir, yadınızda saxlayın. Sosial bacarıqlar deyəndə isə paylaşma, kömək göstərmə, növbə saxlama, mübahisələri həll etmə,
işləmək kimi bacarıqları əhatə edir. Ən çox da paylaşma və kömək etməyini biz burada vurğulaya bilərik ki, uşaq nəyisə paylaşaraq, hər hansı bir oyuncağını, əşyasını paylaşaraq sosiallıq göstərmiş ola bilər. Məsuliyyət və qərar vermə deyəndə isə sadə anlamda qərarlar qəbul edir və nəticəni öyrənir. Bağça insanın ilk sosiallaşdığı yerlərdən biridir, yadınızda saxlayın. Qrup mühitimizi təşkil edərkən də yadınızda saxlayın. Ümumi olaraq baxın, inkişaf sahələrinə belə deyək, əsaslanmalıdır. Qrup mühiti deyəndə qrup otağından söhbət gedir. Qrup mühitimizi təşkil edərkən inkişaf sahələrini nəzərə almalıyıq. Qrupun düzgün təşkili və güşələrin uşaqlara əlçatan formada tərtibatı da uşaqlarda inkişaf sahələrinə müsbət şəkildə təsir göstərir. Məsəl üçün deyə bilərik ki, güşələri biz götürürük, elə deyil. Güşələri quran zaman güşələri nəyə görə qururuq? Uşaq müstəqil bacarıqları formalaşsın, bir də ki, sosiallaşa bilsin. Digər yoldaşları ilə, otaqda olan digər bağça yoldaşları ilə sosiallaşa bilsin. Və yaxud yapma, quraşdırma fəaliyyəti ola bilər. Hər biz qrupla fəaliyyət göstərirsə, 4 uşağa 2 dənə pozan verir, üzr istəyirəm, 2 dənə kley veririksə, yapışdırıcı veririksə, artıq bundan sosiallığı götürə bilərik. Burada artıq nə edirlər? Uşaqlar sosiallaşırlar, elə deyilmi? Ona görə də deyilir ki, qrup mühiti qurulan zaman da inkişaf sahələrinə uyğunlaşmalıdır. İstər fiziki inkişaf olsun, istər idraki, istər estetik, istərsə də sosial-emosional inkişaf sahəsi olsun. Qrup mühiti qurulan zaman mütləq formada inkişaf sahələrinə, yəni məzmun xəttimizdə diqqət yetirilməlidir. Aha, indi keçirik əsas məsələyə. Bura qədər olan məsələmiz, müəllimlər yadınızda saxlayın. Bura qədər olan məsələmiz sırf inkişaf sahələri üzrə məzmun standartlarına keçid idi. Məzmun xəttimizə olan anlayışları öyrəndik. Nə dedik? Məktəbə qədər təhsil nəyə deyilir? Nə üçün vacibdir? Bunu öyrəndik. İndi isə inkişaf sahələri üzrə məzmun standartlarını öyrənəcəyik. İnkişaf sahələri üzrə məzmun standartları deyəndə, standart nəyin öyrədiləcəyini və öyrədilənin necə nümayiş etdirəcəyini aydın təsvir edir və uşaq nailiyyətlərinin yüksəldilməsinə xidmət edir. Bunu Dayana Ravik deyib. Təkrar edirəm, standart nəyin öyrədiləcəyini və öyrədilənin necə nümayiş etdirəcəyini aydın təsvir edir və uşaq nailiyyətlərinin yüksəlməsinə xidmət edir. İnkişaf anlayışı planlı öyrənmənin nəticəsidir, müəllimlər, yadınızda saxlayın. İnkişaf anlayışı, təkrar edirəm ki, planlı öyrənmənin nəticəsidir. Standartı isə bizə istiqamət və səviyyəni göstərir. Standart bizə göstərir ki, uşaq hara qədər öyrədə bilərik. Bayaq dedik ki, məzmun, bilik və bacarıq toplusudur və biz bunu didaktik prinsiplərlə əsasında öyrədirik. Bayaq didaktik prinsiplərimizdən bəhs edən zaman nə dedik? Dedik ki, məzmun, bilik və bacarıq toplusudur və biz bunu didaktik prinsiplər əsasında öyrədirik. Standartları isə müəllimlər hara qədər öyrədə bilərik sualına cavab verir. Yəni, uşağın götürə biləcəyi yük hara qədərdir bunu göstərir və bunu biz bir tədris ili boyunca, bir akademik il boyunca, yəni məsəl üçün götürə bilərik orta qrupu, 3-4 yaş arasından söhbət gedir. 3-4 yaşın arasında uşaq nəyi, hansı yük götürə bilər, onu götürür və bunu standartlar bəlirləyir. Bir sözlə bunu deyə bilərik. Cümləni toplasaq, biz uşağa müəyyən yaş aralığında, bayaq da dediyim ki, məsələn, 3-4 yaşdan söhbət gedirsə, bir çərçivə qoyuruq ki, uşaq bunları öyrənəcək, standart deyəndə bunları nəzərdə tutmalıyıq. Yəni, standartda çətin olan heç bir şey yoxdur. Standart o deməkdir ki, təkrar edirəm, uşaq nəyi hara qədər götürə bilər? Uşaq hara qədər öyrədə bilərik? Bu anlayışı bizə bu sualla cavab tapır, belə də deyə bilərik. Standart bilik və bacarıqdan ibarətdir. Təkrar edirəm. Standart bilik və bacarıqdan ibarət olur. Bilik, uşaq nəyi bilir? Üzr istəyirəm, bunların yerləri səhvdir. Yəni, bacarıq yerinə bilik yazılmalıdır, bilik yerinə bacarıq yazılmalıdır. Niyə belə olub, bilmirəm. Bilik, uşaq nəyi bilir? Bacarıq isə bildiyini necə nümayiş etdirir? Yəni, hərəkət hissəsi bacarığa aiddir, fəaliyyət hissəsi isə biliyə aid olur. Yadınızda saxlayın. Bilik, bacarıq bunlar məzmundur. Bir sözlə də desək, bilik, bacarıq bunlar qoyduğumuz limitdir. Məsəl üçün, birinci kiçik qrupun öz limiti var, yəni öz biliyi, bacarığı var. İkinci kiçik qrupun öz biliyi, bacarığı var, yəni limiti var. Orta qrupun 1, böyük qrupun 1, məktəbə hazırlıq qrupunun 1. Yəni bu şəkildə. Sırf biliyimiz, bacarığımız indi ad standartlar üzərində şəkil formatında mən göstərəcəm. Onu daha aydın formada biləcəksiniz. İndi keçid edirik
Əsas standart anlayışımıza. Yadınızda saxladınızda yəqin biz inkişaf sahələrimizi deyəndə məzmun xətti olan birinci rəqəmlə ifadə olunan anlayışdan bəhs etdik. Dedik ki, 4 məzmun xəttimiz var. Birinci rəqəmlə ifadə olunur. İndi keçid edirik əsas standartlara. Təkrar olaraq mən onlara qayıdacam bir də, narahat olmayın. Aha. Bir saniyə. Bir saniyə müəllimlər. Aha. Alt standart anlayışı, əsas standart anlayışı. Aha. Nə deyirdik? Deyirdik ki, əsas standartdan bəhs edəcəyik. Əsas standartlar odur ki, müəllimlər, təhsil alanların bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir. Bax, bu formada gedir. İndi nə demək istəyir, ondan mən bəhs edəcəm. Məşğələlər üzrə müəyyən olunan təlim nəticələrini inkişafi sahələr üzrə ümumi şəkildə ifadə edir. Dəyişməzdir, ikinci rəqəmlə ifadə olunur. Müəllimlər, təhsil alanın bilik bacarığına qoyulmuş dövlət tələbi deyəndə, məsəl üçün yenə 3-4 yaş orta qrupunu götürürük. 3-4 yaşlı uşağa şərt qoyur ki, dövlət, sən bunu öyrətməlisən. Söhbət bundan gedir. Təhsil alanların bilik bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbi deyəndə budur ki, dövlət sənə deyir ki, sən bunu uşağa öyrətməlisən. Baxın bu formada. Bir saniyə. Aha, bəli. Üzr istəyirəm. Alt standart anlayışına keçid edəcəyik indi hal-hazırda. Dedik ki, ikinci rəqəmimizlə ifadə olunan əsas standartımızdır. Üçüncü rəqəmlə ifadə olunan isə alt standartdır və bizə lazım olan ən əsas faktor demək olar ki, alt standartlarımızdır. Alt standartın nə demək olduğunu bilsək, düzdür, alt standartların hər birini əzbərləməyimizə ehtiyac yoxdur. Təkrar edirəm. Alt standartın hər birini əzbərləməyimizə ehtiyac olmur. Amma bilməliyik məzmun xəttimizi, yəni inkişaf sahələrimizi, bir də əsas standartlarımızı. İndi bura keçid edəndə mən sizə göstərəcəm, narahat olmayın. Alt standart deyəndə nəyi nəzərdə tutduq? Alt standart əsas standartlardan ifadə olunmuş fikrin müəyyən bir hissəsidir. Yəni belə deyək, əsas standartda nə deyirsə, alt standartda da bir növ ondan bəhs olunur. İnkişaf dinamikası üzrə tədricən mürəkkəbləşir. Nə deməkdir inkişaf dinamikası üzrə tədricən mürəkkəbləşir deyəndə? Yəni yaş aralıqları üzrə varislik prinsipinə əsaslanaraq yaş artdıqca alt standartlar da mürəkkəbləşir. İndi misal olaraq təkrar edirəm ki, göstərəcəm mən sizə onu. Sonra deyir ki, təlim məqsədlərini dəqiq müəyyən edir, təlim strategiyalarını düzgün seçilməsini təyin edir. Təlim məqsədlərini dəqiq müəyyən edir deyəndə bildiyiniz kimi məqsəd alt standartdan çıxardılır. Təlim strategiyalarının düzgün seçilməsi deyəndə planımızın, proqramımızın, iş üsulumuzun, iş formamızın düzgün seçilməsindən söhbət gedir. Resurslarımızın düzgün seçilməsindən söhbət gedir. Təlimin inteqrativliyini təmin edir. Yaş qruplarına əsasən də dəyişir. Bu anlayışda dəqiqləşdirməli olduğumuz məqam budur ki, alt standart mütəmadi olaraq dəyişir. Əsas standart isə dəyişməzdir. Nə zaman dəyişir? Bu o zaman dəyişir ki, inkişaf sahələrimiz dəyişən zaman, məzmun xəttimiz dəyişən zaman da əsas standartımız ona uyğun olaraq dəyişə bilər. Amma alt standart mütəmadi olaraq dəyişə bilir. Əsas standart deyir ki, bir tədris ilində, məsəl üçün, 5 dairəsinə qədər hesablamanı öyrətməlisən, amma alt standart isə saymanın hansı tiplə öyrədiyini göstərir. Yəni sadə olaraq birinci 1-i keçməlisən, sonra 2-ni keçməlisən, sonra 3-ü keçməlisən. Baxın bu şəkildə. İnkişaf sahələri məzmun xətti dediyimiz anlayışdır. Yenə də eyni formada əsas standartlar. Gördüyünüz kimi, əziz müəllimlərim, diqqətlə baxaq, biraz yaxınlaşdıraq istəyirsiniz, siz də diqqətlə baxın. Baxın, burada nə var? Burada var bizim inkişaf sahələrimiz. Digər adı ilə məzmun xəttimiz. Birinci rəqəmlə ifadə olunub, görürsünüz, bir nöqtə. Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik sahəsi aşağıdakı sahə altlıqları üzrə paylanır. 3 dənə də əsas standartı var. Bunlar məzmun xəttidir. Baxın, bir nöqtə ilə ifadə olunur. Artıq ikinci nöqtə ilə gəlirsə, ikinci rəqəmlə ifadə olunursa, bunlar əsas standart olunur.
Sonra gəlir idraki inkişaf sahəsinin aşağıdakı sahə altlıqları var. Estetik və yaradıcı inkişaf, sosial-emosional inkişaf sahəsini biz bunların altlıqlarında olan əsas standartlar hansılardır, onlara bir daha fikir verəcəyik. Nəyə deyilir? Fiziki inkişaf sağlamlıq və təhlükəsizliyin əsas standartlarına baxaq. 1.1 nöqtəyə. Fiziki hərəkətləri yerinə yetirir. 1.2-də nədir? Masa arxasında davranışının ümumi qaydalara əsasən tənzimləyir və gigiyena qaydalarına əməl edir. 1.3-də təhlükəsizlik qaydalarına əməl edir. Diqqətdə olduğunuzda yəqin ki, bunları dərsimizin başlamamışdan əvvəl biz burada fiziki inkişaf sağlamlıq və təhlükəsizlik inkişaf sahəsini keçən zaman danışdıq, bəhs etdik. Motor bacarıqlardan da danışdıq, gigiyenadan da danışdıq, təhlükəsizlikdən də danışdıq. Yəni gördüyünüz kimi biz bunlardan bəhs etdik. Məhz bu inkişaf sahəsinin içərisində olan xüsusiyyətlər əsas standartlar üzərindən paylanılır, əsas standartlar üzərinə bölünür. Sonra gəlir idraki inkişaf. Eyni qaydada əşya və hadisələr haqqında ilkin təsəvvürə malik olduğunu nümayiş etdirir. 2.1 əsas standartında. 2.2 əsas standartında isə nitqi dinləyib anlayır, rabitəli danışır və nitq əklətlərindən istifadə edir. 2.3 isə sadə riyazi əməliyyatları yerinə yetirir. Burada da bayaq danışmışdıq. Eyni qaydada riyazi və simvolik düşünmə, təsnifat və qruplaşdırma, düşünmə və məntiq, yaddaş, bu anlayışlar məhz eyni qaydada burada öz əksini tapır. Sonra gəlir 3-cü məzmun xəttimizin, yəni inkişaf sahəmizin alt standartlarına. Yadınızda saxlayın, əziz tərbiyəçi müəllimlər. Yalnız və yalnız estetik və yaradıcı inkişaf sahəsində 2 dənə əsas standart olur. Digərlərinin hər birində 3 dənə olur. Yalnız və yalnız estetik və yaradıcı inkişaf sahəsində bu 2 dənədir. 3.1.1 üzr istəyirəm, 3.1.3.2 bu formada. 3.1 sadə bədii yaradıcılıq bacarıqlarını nümayiş etdirir. 3.2 isə sadə əmək bacarıqlarını nümayiş etdirir. Sonra gəlir sonuncu olaraq bizim inkişaf sahəmiz olan, yəni bizim məzmun xəttimiz olan sosial-emosional inkişaf sahəsində aşağıdakı sahə altlıqları üzərindən paylanır. 4.1 ünsiyyət bacarıqları nümayiş etdirir. 4.2 sosial həyatla bağlı bilik, bacarıq və vərdişlərinin özünə məxsus tərzdə nümayiş etdirir. 4.3 hörmət və dözüm nümayiş etdirir. Yəni hörmət, münasibət və dözüm, tolerantlıq nümayiş etdirir. Bunlar oldu bizim əsas standartlarını və sizə bir daha bildirmək istəyirəm ki, əziz tərbiyəçi müəllimlərin, çox müəllim soruşur, həddən çox müəllim soruşur ki, müəllimə biz bütün alt standartı, məktəbə qədər kurikulumda verilən bütün alt standartları əzbərləməliyik? Xeyr. Bütün alt standartları əzbərləməyə ehtiyac yoxdur. Düzdür, nədən bəhs etdiyini bilsəniz, sizin üçün lap gözəl olar. Amma əzbərə öyrənmək lazım olan əsas hissəmiz məhz budur. Yəni baxın bu inkişaf sahələri, məzmun xəttimiz, yəni və əsas standartlarımız bu anlayışın hər birini əzbərə bilsək, bizim işimiz demək olar ki, 50-50-yə həll olunacaq. Sonra keçid edirik buna. Bir saniyə. Aha. Bu nə oldu müəllimlər? Bu oldu məktəbəqədər təhsilin məzmun standartlarını göstərəcəm. Bu bir çərçivədir müəllimlər. Bu məktəbəqədər kurikulumun içərisində olan bir anlayışdır. Hər inkişaf sahəsi üzrə bir akademik ildə bu bacarıqlar nümayiş etdirilməliyik və bu bacarıqlar dəyişmir. Yadınızda saxlayın, əsas standartlar dəyişmir, hər zaman eyni qalır. Dəyişən anlayışlar məhz qarşınızda gördüyünüz anlayışlardır. Bu məktəbəqədər kurikulum kitabında öz əksini tapıb və hamı üçün əlçatandır. Yəqin ki, bilirsiniz ki, hər bir qrupda tapa biləcəyiniz bir PDF-dir, məktəbəqədər kurikulum PDF-i. Əgər istəyən olsa, mənə yaza bilər, mən ata bilərəm, amma bilirəm ki, bir çox müəllimənin özündə var. Alt standartları belə ifadə edə bilərik ki, əsas standarta qarşıya qoyulan tələbə çatmaq üçün tətbiq etdiyimiz yollar, tətbiq etdiyimiz metodlar və s. kimi də biz bunu görə bilərik. Nə görürük indi qarşımızda müəllimlər? Biz görürük ki, bir çərçivədə də elə deyil. Bu çərçivə, baxın, 1.1-də ifadə olunan, yəni birinci məzmun xəttimiz nədir? Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik. Elə deyil. 1.1 nə idi? Bayaq görmüşdünüz. Fiziki hərəkətləri yerinə yetirir. Bu oldu əsas standartımız. Sonra isə var 1.1.1. Artıq nə oldu? Alt standarta bölünmüş oldu. Təkrar edirəm. Alt standart odur ki,
belə də ifadə edə bilərik ki, əsas standarta, yəni qarşıya qoyulan tələbə çatmaq üçün tətbiq etdiyimiz yollar, tətbiq etdiyimiz metodlar, keçdiyimiz yollar və sairə kimidir. Biz bunu alt standartı görə bilərik. Bildiyimiz kimi öyrənmənin yaşı yoxdur. Alt standart yaşların da üzrə qruplaşdırılır. Gördüyünüz kimi 1-2 yaş birinci kiçik qrup, ikinci kiçik qrup, orta qrup, böyük qrup və məktəbə hazırlıq qrupu. Yəni alt standart əsas standartın tempini yaş qruplarına uyğun tənzimləyir. Varislik prinsipinə də əsaslanaraq mürəkkəbləşdirir. Hissə-hissə artıq və tamamlayır. Bildiyimiz kimi, bayaq da dediyim kimi, öyrənmənin yaşı yoxdur. Məktəbəqədər təhsil öyrənmənin fundament nöqtəsidir. Baxın, bir daha diqqət yetirək, daha da yaxınlaşdırıb baxaq. Birinci kiçik qrupda nədir? Deyir ki, sadə fiziki hərəkətləri yerinə yetirir. Artıq gördüyünüz kimi, sadədən mürəkkəbə doğru 6 yaş aralığında, təkrar edirəm, 1-6 yaş aralığında uşaqlar bu yollardan gəlib keçirlər. Sadədən mürəkkəbə doğru gedirlər. Belə deyək, çərçivə formasında salınıb ha, gördüyünüz kimi. Məsələn, burada var ki, qalxıb oturur, yanlara dönür, sərbəst yeriyir. Məsəl üçün, baxın, hər bir mötərizənin içərisində olan anlayışlar dəyişir. Amma sadə fiziki hərəkətləri yerinə yetirir, gördüyünüz kimi dayanır, yerində dayanır. Sadəcə, belə deyək, mötərizənin içərisində olan anlayış, üzr istəyirəm, mötərizənin içərisində olan anlayış dəyişir. Amma nə olur? Fiziki hərəkətləri yerinə yetirir, anlayışı dəyişmir. Bu nə olur? Alt standart. Təkrar edirəm. Alt standart yaş qrupları üzrə sadədən mürəkkəbə doğru varislik prinsipinə əsaslanaraq dəyişə bilir. Bu 1.1.1 üzr istəyirəm, 1.1.1 alt standartımız idi. 1.1.2 isə böyüklərin köməyi ilə pilləkənlə qalxır və düşür. İndi də eyni qaydada sadədən mürəkkəbə doğru gedir. Birinci kiçik qrupda sadə idisə, ikinci kiçik qrupda biraz daha mürəkkəbləşir, orta qrupda biraz daha, böyük qrupda biraz daha, məktəbə hazırlıq qrupunda isə ən mürəkkəb anlayış formatında qarşımıza çıxır. Bu belə də deyil. Yəqin ki, bilirsiniz. Bu, fiziki inkişaf, sağlamlıq və təhlükəsizliyin əsas standartı olan fiziki hərəkətləri yerinə yetirən alt standartlardır. Bunun var 1.2, bunun var 1.3, sonra gəlir idraki inkişafın əsas standartları, sonra gəlir estetik və yaradıcı inkişaf sahələrinin əsas standartları, sonra gəlir sosial-emosional inkişaf sahəsinin əsas standartları. Yəni bu aşağı olaraq səhifələrlə gedən bir anlayışdır. Nə dedik? Dedik ki, məktəbəqədər təhsil öyrənmənin fundament nöqtəsidir. Biz tərbiyəçi müəllimlər də bugün müzakirə etdiyimiz sistemli yanaşmanı nəzərə alaraq bütün bu fəaliyyətlərlə uşaqlara öyrənməni öyrətməliyik. Kurikulum sənədimiz bu yolda bizim bələdçi rolunu oynayır. Qarşınızda orta qrupa aid 3-4 yaşlı uşaqlar üçün belə deyək, bir nümunə var. Görürsünüz də yəqin ki. Bu nümunə, müəllimlər, mən indi standart anlayışına baxmaq istəyirəm. Bu bir perspektiv planlaşdırmadır. Yəni illik planlaşdırma, tarix anlayışı varsa, mövzular anlayışı varsa bilirik ki, bu perspektiv planlaşdırmadır. Deməli, standart məşğələ, mövzu, inteqrasiya, resurs və tarix formasında gedir. Elə deyil, bizə lazımdır standart və inteqrasiya anlayışına baxacaq. Çünki standartlar buralarda bəlirtilib. Nədir standartımız? 1.1.3 nə idi? Topu başı üzərində atır və yerindən qalxır. Baxmalıyıq nəyə? 3-4 yaşa. Bayaq burada göstərdiyimiz kimi 3-4 yaşa baxmalıyıq. Topu başı üzərindən atır və yerdən qalxan topu tutur. 3-4 yaşın hansıdır? Baxın bu. Sonra nədir bəs inteqrasiyası? Nəyə inteqrasiya edib? Bu mövzuda nəyə inteqrasiya olunub müəllimlər? Mövzumuz nədir? Topu tutmaqdır, topu tuturuq mövzusudur. İnteqrasiya edib 2.1.4-ə, bir də yəni idraki inkişaf sahəsindən 2.1.4-ə, bir də sosial-emosional inkişaf sahəsindən 4.1.2-yə. Nədir bəs bunlar? 2.1.4 idraki inkişaf sahəsində canlı və cansız aləmin obyektlərini, insan, heyvan, quş, bitki, qum, daş, torpaq, işıq obyektlərini fərqləndirir. Sonra sosial-emosional inkişaf sahəsində nəyə inteqrasiya edib? 4.1.2-yə. Nədir bəs 4.1.2? Hərəkətli oyun, əyləncə zamanı emosiya, əhval-ruhiyyə, sevinc, təəccüb və s. nümayiş etdirir. Bu müəllimlər oldu inteqrasiya.
Elədi. Nə etdi bəs? Top dedi də, dedi ki, canlı və cansız aləmin obyektləri deyilirsə, canlı aləm olaraq götürə bilməliyik. Bunu cansız aləmin obyektləri olaraq götürə bilərik. Elə birbaşa olaraq mövzumuzu inteqrasiya etdik idraki inkişafın bu alt standartı ilə. Digərində isə 4.1.2 hərəkətli oyun əyləncə zamanı emosiya və əhval-ruhiyyəsini nümayiş etdirir. Burada nə deyir? Topu atan zaman uşaqlar əylənirlər, hoppanırlar, düşürlər, sevinirlər ha. Bir növ burada sosiallıqla biz, sosial-emosional inkişaf sahəsi ilə biz nə etdik? İnteqrasiya etdik. Aydındır? Bu oldu inteqrasiya. Yəni mövzu zamanı uşaqlar bu inteqrasiya, üzr istəyirəm, standartdan əlavə hansı standartlarla əlaqələndirmək bu özünüzün seçiminizdir. Tövsiyə edirəm ki, 2-dən artıq inteqrasiya edə bilmərsiniz. Tərbiyəçi müəllimlər öz qruplarının, məsəl üçün orta qrupdan götürürük də, öz qruplarının perspektivini bilməlidir. Bilməlidir ki, hə, mənim uşaqlarımın potensialı nə yerdədir? Varsa əgər güclü qrupdursa, uşaqlarınız irəlidədirsə, uşaqlarınız həqiqətən də aktiv uşaqlardırsa, 3-dən inteqrasiya götürə bilərsiniz. Yəni 3-cü inteqrasiyada, yəni burada artıq bir inteqrasiya olmağından söhbət gedir. Siz bunların üçünü də reallaşdıra biləcəksiniz, buna baxmalısınız. Bir də məzmun standartları mövzusunda çox, belə deyək, çaşılan bir mövzu var ki, inteqrasiya anlayışı. Üfüqi inteqrasiya və şaquli inteqrasiya anlayışı. Nə etdik müəllimlər? Gördüyünüz kimi burada nə oldu? İdraki inkişafla sosial-emosional inkişaf. Burada inkişaf sahələri arasındakı inteqrasiyadan söhbət gedir. Burada onda nə olur? İnkişaf sahələri dəyişirsə, ilk rəqəm dəyişirsə, hansıdır? Avtomatik olaraq biz götürürük bunu inteqrasiya. Aydındır? Üfüqi inteqrasiya nə idi? Fənn məzmun xəttləri əlaqələndirməklə müvafiq məzmun standartlarının müəyyən tədris vahidlərində istifadə olunmasından təmin edir. Bu olur üfüqi inteqrasiya. Şaquli inteqradasiya isə yaş qrupları dəyişir. Bunlar dəyişir. Aydındır? Bu, təkrar edirəm, inkişaf sahələri arasında olan inteqrasiyadır. Yəni dəyişilib. Yox. 2.2 olsaydı, üzr istəyirəm, 2.1.4 və yaxud 2.2.2 olsaydı, bu zaman nə olacaqdı? Burada olacaqdı şaquli inteqrasiya. Aydındır? Bu da oldu bizim inteqrasiya anlayışımız. Təkrar edirəm, burada qaranlıq qalmağını istəmirəm. Bu, gördüyünüz kimi dəyişirdi birinci rəqəmlər. Bu üfüqi inteqrasiyadır. Dəyişibsə birinci rəqəm, üfüqi inteqrasiya olunur. Amma dəyişməyibsə şaquli inteqrasiya olunur. Bu qədər bəsitdir. Birinci rəqəm dəyişibsə, bu formada da yadınızda saxlaya bilərsiniz. Birinci rəqəm dəyişibsə üfüqi inteqrasiyadır. Yox, dəyişməyibsə şaquli inteqrasiyadır. Bu qədər müəllimlər. Dərsimiz bu qədərinə idi. Kimin əlavə sualı varsa buyurub ünvanlaya bilər dərslə bağlı. İstər dərs, dərsdən kənar. Aydın oldu sizlər üçün müəllimlər? Bəli, 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 müəllimə, müəllimə. çox Çox sağ sağ olun. olun. Təşəkkür edirəm Çox müəllimə. gözəl izah elədiniz. Çox sağ olun müəllim. Rahat formada başa düşdü. Çünki belə deyək, məktəbəqədər kurikulumun ən çətin başa düşülən mövzularından biridir. Rəqəm ifadə olunduğuna görə, standartlar ifadə olunduğuna görə çox çətinliyə salırlar. Amma heç də çətin deyil. Gördüyünüz kimi standartın nə demək olduğunu, bilik və bacarıq səviyyəsinə qoyulmuş bir tələb olduğunu biləndə, dövlətin bizim qarşımıza qoyulan bir tələb olduğunu biləndə bir yaş qrupu üzrə. Mən bir də izləyəcəm YouTube-dan. Lap yaxşı müəllimə, necə istəyirsiniz, təkrar olaraq izləyə Axşamınız bilərsiniz. xeyir müəllimə. Axşamınız Çox xeyir. sağ olun. Çox gözəl həm izah etdiniz. Allah köməyiniz olsun. Aha, lap yaxşı. Deməli Salam belə. müəllimə. Salam İlham müəllimə. Buyurun. Sual vermək olar müəllimə? Mövzudan kənardır biraz. Müəllimə, bu imtahana neçə dənə nəzəriyyə düşəcək? Onu dəqiq bilmək olurmu? Nəzəriyyə dediyimiz anlayışlar, yanaşmalar və nəzəriyyələrdən. Bunu da bilə bilməliyik. Ola bilər ki, heç nəzəriyyə düşməsin. Belə də ola bilər. Amma bu demək deyil ki, mən dedim deyə heç nəzəriyyə salmayacaqlar. Ola bilər ki, nəzəriyyələrdən versinlər. Maksimum 2 dənə, üzr istəyirəm, minimum 2 dənə verə bilər. Yəni ən azı 2 dənə düşə bilər. Bilin. İstər Gardnerdən düşsün, istər üzr istəyirəm, Vygotsky-dən düşsün, istər Piaget-dən düşsün, Montessori-dən düşsün, fərqi yoxdur. Hamısını bilmək lazımdır və ən azından bilin ki, minimum 2 dənə nəzəriyyələrdən mövzular düşəcək. Hansını oxuyaq deyə deyirdim müəllimə.
Çoxdur Oxuyun onlar. Gardneri, oxuyun Montessorini, Vygotskini, Waldorfu, Froebeli. Gördüyünüz kimi say-say bitmir də. Yəni hamısını bilməyiniz, belə deyək, vacibdir. Çünki bilmək olmur. Mən tərtib etmirəm və heç bir təlimçi deyə bilməz ki, o müəllim tərtib edir sualları. Heç kim bilə bilməz bunu. Müəllim olar, mən bir söz deyim. Demək olar ki, biz elə nəzəriyyələri bütün məşğələlərimizdə keçirik də. Hər bir nəzəriyyətin necə deyək, bir məşğələmizə aiddir. Demək olar onların hələ necə irəli sürdükləri, necə deyim, fikirləri biz məşğələmizdə onları icra eləyirik. Bəli, müəllimlər. Əgər elə bir şey olmasaydı Səadət müəllimə, biz onu öz Bəli, metodikamıza uyğunlaşdıra bilməzdik. Hər bəli, biriniz bilin ki, nəzəriyyələrdən hal-hazırda keçdiyimiz sistemə nəyisə uyğunlaşdırmışıq. Əgər uyğunlaşdıra bilməsəydik, biz onu heç götürməzdik. Dövlət bizə onu bəli, verməzdi. bəli. Bunu öyrənin. Məsləhət gördüyüm bir kitab mən nə deyə bilərəm ki, təlimçilərin bir çoxu bildiyiniz kimi özlərinə uyğun, keçdikləri materiala uyğun paylaşırlar. Amma mən yenə də tövsiyə edərdim ki, heç bir təlimçi, yenə özümü də onların içərisinə daxil edərək ki, mən də özüm bir təlimçiyəm. Özümü də onlara ataraq deyə bilərəm ki, heç birim imtahan suallarını tərtib etmir. Bunu yalnız və yalnız məktəbəqədər, ARTİ tərəfindən buraxılır, ARTİ tərəfindən təlim olunur. Onlar, imtahan suallarını tərtib edirlər. Onların verdiyi materialları oxuya bilərsiniz. Bunu sizə mən tövsiyə edə bilərəm. Başqa heç bir şey tövsiyə edə bilmərəm. Müəllimə imtahana yaxın onu bilərik də. Hər halda çərçivə sənədini verərlər. Əziz İlahə müəllimə, onu deyim ki, məktəbəqədər, hər il yenilənən bir çərçivə sənədi təəssüf ki, buraxmır. Yəni bunu vurğulayım. MİQ-in çərçivə sənədi 3 ildən qalma bir çərçivə sənədi idi. Bunun üzərindən hazırlaşdılar. Ona görə sizə demək istəyirəm ki, sizə tövsiyə edirəm ki, diaqnostika imtahanında buraxılan çərçivə sənədinə əsasən mövzuları öyrənin. Əgər yeni bir şey olsa, yeni bir nəzəriyyə əlavə etsələr və yaxud da mövzuları dəyişib çıxardılsalar, 1 ay qalmış yeni bir çərçivə sənədi buraxa bilərlər. Orda da 2 dənə, 3 dənə fərqli mövzu görə bilərsiniz. Maksimum 3 dənə fərqli mövzu görə bilərsiniz. Onu oxumağınız daha asan olacaq. Biri var yeni çərçivəni gözləyənə qədər heç nəyə baxmayasınız. Onu gözləyəsiniz əliniz qulağınızdakı, hə, nə vaxt çərçivə çıxar, onda mən başlayaram öyrənməyə. Artıq 30-dan yuxarı mövzu olacaq. Onların hər birini 1 ay içərisində öyrənə bilmərsiniz ki. Amma bir də var ki, mərhələli olaraq hazırlaşaraq, baxın, bu kimi təlimlərə qoşularaq, ödənişli qruplara qoşularaq siz sıfırdan, belə deyək, yığıla bilərsiniz. Belə deyim də, loru dildə desək. Başqa kimin nəsə bir arzu istəyi varsa, buyursun, ünvanlasın. Ha. Onu da vurğulamaq istəyirəm ki, müəllimlər, sertifikasiya imtahanı çətin bir imtahandır. İllərdir üzr istəyirəm, illərdir işləyirsiz. Həyatınızın tam yarısı, tən yarısını verdiyiniz işdir, işinizdir. Həyatınızın demək olar ki, tən yarısını tutub işiniz və bunu təhdid olaraq gəlir sertifikasiya imtahanı. Yəni bir sözlə bunu vurğulaya bilərik ki, sizin işinizə bir təhdiddir və bu təhdidi aradan necə qaldıra bilərik? İmtahanda güclü şəkildə hazırlaşaraq. Nəzəriyyələr maraqlı və asandır, özünəməxsus xətti var. Düzdür, həqiqətən də. Bəli, mart qrupum olacaq. Mart qrupum ayın 1-dən fəaliyyət göstərəcək. İnşallah 1-dən çox gözəl bir qrup, gözəl bir müəllimlərimi yığmışam artıq qrupuma. Qoşulmaq istəyənlər say həqiqətən də çox məhdud qalıb. Ödənişimiz Novruz bayramı ilə əlaqədar olaraq qarşıdan gələn Novruz bayramınızı da hər birinizi təbrik edirəm. Ona uyğun olaraq qiymətlərimiz enib. Kim ki maraqlanır, mənə şəxsdə yaza bilər. Orda nömrəmi qoymuşam, oradan yaza bilərlər. Müəllim sayı çox azdır. Maksimum 10 dənə mən müəllim götürürəm keyfiyyətli təlim üçün. Yəni ondan artıq götürmürəm. Çünki mən müəllimlərimlə fərdi formada sual-cavab etməyi üstünlük bilirəm. Mənimlə işləyən müəllimlərdən hal-hazırda var. Üzr istəyirəm. Mənimlə hazırlaşan müəllimlərdən var. Fatma müəlliməni hal-hazırda mən görürəm qrupda, o burdadır. Yəni o mənimlə hazırlaşan müəllimlərimdəndir. Onlar da təkzib edə bilərlər ki, mən keyfiyyətli təlim üçün hər zaman az müəllim götürürəm. Çünki sual-cavab fərdi formada olunmalıdır. Müəllimlərlə fərdi formada hazırlaşmaq lazımdır. Gecə saatları olmur müəllimlər. 8-9 arası, maksimum 9-da. 9-dan o tərəfə heç dərs salmıram mən. Salan zaman təlimləri edirəm.
axşam saatlarında. Mhm. Müəllimə, sizin ödənişsiz dərslərinizdən YouTube-da var? Ödənişsiz dərslərimdən YouTube-da var, bəli. YouTube səhifəmi istər WhatsApp qrupumda, durumumda da paylaşmışdım. WhatsApp qruplarımda da paylaşmışdım. Telegram qrupumda da paylaşmışdım. Hə, yaxşı. Mhm. Yenə də deyirəm, ödənişli qruplarımız aktivdir. Sıfırdan kim ki hazırlaşmaq istəyir, qoşula bilərlər. Eyni tərzdə, eyni dəstə xəttimizdə hər zaman odur. Keyfiyyətimiz həqiqətən də fərqimizdir. Biz müəllimlərimizlə hər zaman fərdi formada hazırlaşmağa üstünlük veririk. Müəllimlərin başa düşə biləcəyi şəkildə açar sözlərə üstünlük veririk. Bilin ki, müəllimlər, MEQ-ə hazırlaşan müəllimlərlə sertifikasiyaya hazırlaşan müəllimlər eyni ola bilməz. Arada yaş fərqi var. Yaş fərqini nəzərə alaraq da onu deyə bilərək ki, yaşlı insanların, həqiqətən üzr istəyirəm ifadəmə görə, yaşlı insanların anlamaq kimi, belə deyim də sizə, belə başa salım. Biri var, elmi dildə mən nəyəsə sizə başa salım, elmi sözlərdən ifadə edim, elmi sözlərlə cümlələr qurum. Bir də var ki, açar sözlərlə imtahanda hansı şəkildə sizin qarşınıza çıxa biləcək, o məqamlarla mən sizə başa salım. Sizcə hansı yaxşıdır? Sertifikasiyaya hazırlaşan müəllimlər. Əlbəttə ki, Düzdür sözlər. müəllimə. Düzdür siz kitab dili ilə deyəndə biz yaşlıları, yəni mən özümü nəzərdə tutub deyirəm də, yəni mənim kimi yaşlı müəllimələrdir də, indi hal-hazırda da ən çoxu da 50 yuxarıdan 50 yaşdan yuxarı müəllimələr çoxdur da bağçada. Həqiqətən də belə çox kitab dili ilə deyəndə həqiqətən də yəni o qədər başa düşmək olmur. Gərək biraz açıqlama verəsiniz ki, yəni biz onu qavraya bilək. Düzdür. Bilirik, bizim işimizdir. Biz onu işləyirik. Sadəcə onları biz işləyirik. Həmin o necə deyirəm, siz dediklərinizi biz işləyirik, hamısını bilirik. Sadəcə kitab dili ilə bilmirik biz onları. Görürsüz, yəni eyni qaydada açar sözlərlə Bəli. məsəl üçün mən deyə bilərəm ki, məsəl üçün bir söz ifadə edim. Abstrakt anlayış deyirəm. Məsəl üçün cümlə içərisində abstrakt anlayış deyirəm. Bir çox müəllimə bilməyəcək ki, abstrakt anlayış nə deməkdir? Elmi dildə mən dedim Bəli. də. Amma mən desəm ki, Bəli, bəli. gözə görünməz anlayışdır, gözə görünməz ifadələri bilməkdir. Bu 5-6 yaşlı uşaqların ən çox istifadə etdiyi metodların arasındadır ki, necə? Məsəl ki, zaman məfhumlarını bilir, saat anlayışını, fəsil anlayışını bu 5-6 yaşda öyrənir. Artıq görürsüz ki, bildiniz ki, abstrakt anlayışı nəyə deyilir? Nədir? Bəli. Nədir? Ən bəsitindən deyirəm, yəni ən qısasını. Bəli. Yəni bu şəkildə öyrənmək lazımdır. Sizə də tövsiyə ancaq onu edə bilərəm ki, çalışın, öyrənən zaman özünüzə bir metod belirləyəsiniz. İstər yazaraq olsun, yenə deyirəm, öyrənmək istəyən müəllim hər zaman öyrənə bilir, amma öyrənməkdən qaçan insan, onun üçün heç bir fərq yoxdur. Yəni özü üçün bəhanələr üredəcək ki, ay vaxtı var, ay nə bilim mən hazırlaşa bilmirəm, mən bacara bilməyəcəm. Çalışın deyin ki, mən bacaracağam. Bunu deyin, özünüzə deyin. Deyin ki, mən Bəli, bəli. bacaracağam. Həmişə adam özünə görə motivasiya verməlidir, Bəli, həmişə. ən əsası da Bəli. ondan ibarətdir ki, motivasiyanı heç zaman qırmaq olmaz. Kənardan desin də müəllimə, sən yaşlı başda adamsan, hara hazırlaş, Hmm. ay nə bilim nə bacara bilməyəcəksən. Bunu qoy o desin. Siz amma özünlüyünüzdə çalışın, əlinizi daşın altına qoya biləsiz. Bunu necə edə bilərsiniz? Özünüzün motivasiyanızı güclü saxlayaraq. Sizə demirəm 6 saat, 7 saat oturun, hazırlaşın. Mən sizə deyirəm ki, gün ərzində 1 saat, saat yarım, maksimum 2 saat dərsə vaxt ayırsanız, təlimlərə vaxt ayırsanız və yaxud da belə də edə bilirlər. Müəllimlər ödənişli formada nəyə görə hazırlaşırlar? Ödənişli formanın bir müsbət xüsusiyyətlərindən biri də odur ki, nə isə ödəniş müqabilində etdiklərinə görə məsuliyyətli yanaşırlar. Mən Məşğuliyyətsiniz. ödəniş etmişəm və buna müqabil mən məsuliyyətli olmalıyam. Ona görə dərsə vaxtında qoşulurlar, dərsə yaxşı qoşulurlar ki, hə, məsuliyyət hiss edirlər də. O da var. Bir də var ki, ödənişli formanın müsbət cəhətlərindən biridir ki, heç bir təlimçi için mən daxil olmaqla ödənişsiz formada keçdiyi təlimlərdə bütün sirləri müəllimlərə vermirlər. Bunu bütün təlimçilər təksib edirlər. Amma ödənişli formada sırf açar sözlərlə olsun, mən elədir, şəxsən elədir. Mən hər mövzumun öz PDF forması da var, hər mövzumun testləri də var, quizlər də var, sınaqlar da var və s. və ilə axır bu formada işləyirik. Çünki biz bundan ödəniş alırıq axı. Bu şəkildə. Başqa kimin nəsə istəyi varsa, arzusu varsa, gələn dərslərdə hansı mövzuları görmək istəyirsiniz? Baxın, bu gözəl bir sualdır. Hansı mövzuları istəyirsiniz açıqlıq? Fidan müəllimə. Ay Fidan müəllim. müəllimə, axşamınız xeyir, bayramınız da mübarək. Sağ olun, əzizim. Sizinlə bahar. Fidan müəllimə, gələn dərsdə mən nəzəriyyələrdən istəyərəm. Hansı Yəni, nəzəriyyəniz əgər istəyir? Buyurun, ünvanlayın, səs çoxluğu ilə seçilsə mən sevə-sevə onu keçərəm.
Ay müəllim, mən Piaget ilə Piaget-in daya, çəkdim. bəli, Piaget-in müəllimə. Bir də siz bizə halal link bu dərsləri Ay pulsuz müəllim, o nə keçirsiniz. deməkdir? Halal Yəni xoşunuz çox sağ olun. olsun. Allah Halal, razı halal, olsun halal müəllimə. xoşunuz olsun. Necə gözəl Sağ olun müəllimə. Sizin Ay müəllim, testləriniz olur müəllimə. Bəli, Yəni testlərim olur. ödənişsiz. Atardınız da qrupa onu işləyərik, xahiş edirəm. Yəni Quizlərim yəqin bütün olur. müəllimələr Telegram razı olar kanalında mən məndən. quizləri paylaşıram Telegramda çox vaxt. Son vaxtlar düzdür, Telegramda quizləri boşlamışam, amma yeni testlər tərtib edirəm. Yəni Telegramdan qoşulan müəllimlər üçün deyə bilərəm ki, narahat olmayın. Oranı da mən hər zaman qüvvədə saxlayıram. Çünki mənim ən çox müəllimlərim 2000 deməyim, 1000-yə qədərinə müəllimim Telegramda var. Yəni qrupumda Mən də oradayam müəllimə. Mən də oradayam, amma axır vaxtlar yox, Bəli. test olmur. Testlərim olmur, düzdür. Amma Bəli. narahat olmayın, təkrar olaraq paylaşılacaq testlərimiz. İndi sınaq üzərində işləyirəm. Sertifikasiya imtahanına hazırlaşan müəllimlər üçün sertifikasiya tipli bir sınaq tərtib etməyi planlayıram. Bu həftə içərisində inşallah tərtib edib sizlərin belə deyək görüşünə buraxacağam. Salam, Sağ olun axşamınız xeyir müəllimə. müəllimə. Allah razı olsun. Sizdən də canım mənim. Buyurun. Salam müəllimə, axşamınız Axşamınız xeyir. xeyir olsun. Müəllimə, bax, bayaqdan o sözü, sualı sizə verirdi, vermək istəyirdim, siz özünüz dediniz. Çox sağ olun. Təşəkkür edirəm müəllimə. El o sınaq tipli, mən sınağı deyirdim ki, sertifikasiya tipli sınağı soruşacaqdım, siz özünüz dediniz. Can. Nə şirin ləhcəniz var müəllimə. Lap yaxşı, narahat olmayın. Çox sağ olun. Ümumiyyətlə bu dəstəyi mən edirəm. Siz əlbəttə ki, bayaq müəllimə dedi ki, halallığını verin. Əlbəttə ki, mən halallığını verərək edirəm sizə. Mənim üçün bu sizin bir kəlmə dediyiniz o xoş sözlər var ha, o mənə bəs edir şəxsən. Başqa bir şey yoxdur. Bundan ötürü edirəm ki, Çox müəllimlər sağ olun nəyəsə müəllimə. Çox təşəkkür faydalansınlar. edirəm sizə. Siz sağ olun əzizim. Çox sağ olun. Təşəkkür edirəm hər birinizə. Hər biriniz məndən böyüksüz. Əgər belə deyək, xətrinizə dəyəsi bir söz istifadə etdimsə, sonda olaraq mən sizdən üzr istəyirəm. Əgər heç bir formada mən sizin xətrinizə Estağfurullah dəymək müəllimə, istəmirəm. estağfurullah. Siz Çox məndən sağ olun. burada. Təşəkkür edirəm dərsimə qoşulduğunuza görə. Gələn dərsimiz inşallah gələn həftə olacaq. Görüşənədək Allah'a emanədə qalın. Sağ olun müəllimə, çox sağ olun. Allah razı olsun. Sağ olun, Sağ Allah olun. razı olsun müəllimə. Sağ olun Gecəniz müəllimə, xeyir. gözəl Sağ qalın. olun.